Variantların birində sözün tələffüzü yanlış, hecalara bölünməsi düzgün verilmişdir. Sözə baxaq. Orfoqram. Orfoqram orfoqram kimi tələffüz olunub. Bəli, tələffüz qaydası doğrudur. Hecalara bölünməsinə baxaq. Orfoqram. Hecalara bölünməsi də doğrudur. Ancaq bizdə şərtdə tələffüzü yanlış olsun deyir. Ona görə A variantı getdi. Topoqraf. Topoqraf kimi də tələffüz olunub. Bəli, tələffüz qaydası doğrudur. Hecalara bölünməsinə baxaq. Topoqraf. Hecalara bölünməsi isə yanlışdır. Nəyə görə? Qraf, qram şəkilçiləri hecalara bölünərkən hissələrə ayrılmır. Bütövlükdə heca kimi götürülənir. Ona görə də topoqraf olmalı idi. B variantı da yanlışdır. C variantına baxaq. Dialekt. Dialekt sözündə dialekt kimi tələffüz olunub. Bəli, tələffüz qaydası doğrudur. Bilirik ki, İA, İə, İE, AI və s. kimi hərf birləşmələrində iki sayt arasında Y artırılır. Burada da artırılıb. Bəli, doğrudur. Tələffüz hecalara bölünməsinə baxaq. Dialekt olub. Burada yanlışlıq var. Dialekt olmalıydı hecalara bölünməsi. Bizdə şərtində, tələffüzündə yanlışlıq olsun deyir. C variantında götürmürük. D variantına baxaq. Söhbət. Söhbət tələffüz zamanında söhbət kimi tələffüz olunur. Tələffüzü doğrudur. Hecalara bölünməsinə baxaq. Söhbət. Bunun həm tələffüz qaydası, həm də hecalara bölünməsi doğrudur. D variantını da götürmürük. E variantına baxaq. Ecazkarlıq. Ecazkarlıq sözü ecazkarlıq kimi tələffüz olunur. Bəli. İlk baxışda elə bilirik ki, bu doğrudur. Ancaq bir məqam da var ki, sözdə səs uzanması varsa mütləq qeyd edilməlidir. Əgər qeyd edilməsə, səhv sayılır. Ecazkarlıq sözündə də uzun tələffüz olunduğuna görə mütləq qeyd edilməlidir. Deməli, bunun tələffüzü səhvdir. Gəlin indi hecalara bölünməsinə baxaq. Ecazkarlıq hecalara bölünməsi doğrudur. Deməli, cavabımız nədir? E variantı.